dövlətimizin qoyduğu standartlar var. O standartda hər tərəfli göstərilib. Yəni özümüzdən belə deyək də nəsə Amerika açmağa ehtiyac yoxdur. Valideyn məsələn gəlir deyir ki, mən belə istəyirəm və özəl bağça da valideyndən asılı olduğuna görə məcbur olur onun istəklərini yerinə yetirməyə və uşağın ehtiyacları qalır kənarda. Siz valideyn olaraq gəlsəz desəz ki, mən istəyirəm ki, bu gün belə olsun. Mən də onu eləsəm. Tərbiyəçi istədiyini eləyəsəm, yəni o uşağın gələcəyi batdı ki. Olur ki, biri o birisinin işini bəyənmir və yaxud da ki, məsələn, çox zaman şikayətlər eləyirlər ki, 3-4 yaşlı qrupasından çıxan bir uşaq 5-6 yaşına heç bir hazırlığı yoxdur. Biraz müəllimlər arasında bu konfliktə də səbəb ola bilir. Valideynlər də bir söz deyim ki, valideynlər bilsinlər, evlərində nə baş verirsə bizim xəbərimiz var. Hamısını gedib dərdləşirlər. Xoş gördük əziz izləyicilərimiz. Bugünkü qonağım pedaqoji fəaliyyətlə 20 ilə yaxındır məşğul olan, həmçinin bağça idarə etməsi sahəsində kifayət qədər təcrübəli olan Aynur xanım Həkimovadır. Xoş gördük Aynur xanım. Xoş gördük Nilüfər xanım. Sizi görməyə şadam burada. Mən də çox şadam ki, məni dəvət eləmisiniz. Çox qürur verici bir an oldu mənim üçün ki, sizdən dəvət aldım. Aynur xanım, sizcə bugünkü gündə uşaq bağçalarının cəmiyyətdəki yeri necə dəyərləndirilir? İlk öncə onu qeyd edeyim ki, son zamanlar artıq bağçalara sırf baxım evi kimi yəni yanaşma artıq biraz geridə qalıb, amma bunun üzərində hələ çox işlənməlidir. Bağçalar hal-hazırda bir tədris ocağıdır. Yəni əvvəl hələ baxırdılar ki, yəni bağçaya gətirdim, qoydum, yedirtsinlər, içirtsinlər, yatırtsınlar. Yəni elə hal-hazırda hətta valideynə deyəndə ki, məsələn körpələr qrupuna gətirirlər, deyir ki, nə dərs keçəcək ki orada. Yəni deyirsən ki, bu nə olacaq, bunu. Yəni belə bir ironiya yaranır ki, yəni necə olar, bu necə mümkündür? Amma ki, əslində çox vacib bir məsələdir. Çünki uşağın, biz məsələn bağçaya qəbul 1 yaş yarımından gedirsə bizdə, 1 yaş yarım, 6 yaş arasında o dönəmdə bağçada nə öyrəndisə, o uşağın gələcək həyatında çox böyük rol oynayır. Və valideynlər artıq yəni belə şükür deyək də, şükür ki, artıq o düşüncədən çıxıblar. Bağça hal-hazırda uşağın gələcək həyatında vacib amillərdən, vacib yerdə bir yer tutur. Yəni məndən soruşsalar ki, bağçalarda bağçanı necə hansı yerə qoymaq lazımdır uşağın inkişafında. Yəni bağça da məktəb kimi vacib olmalıdır, mütləq olmalıdır. Hər bağça bu uşağın bu ehtiyaclarını verə bilirmi bəs? Yəni bu güvəni valideynlə qazana bilirmi bəs? İstəyirik ki, hər bağça bunu eləsin, amma belə bir söz deyim də, qoyulan bir standartlar var. O standartlardan tut, o yolu, o standartları hələ bil ki, yolumuzun başında qoysaq və biz bu yola başlasaq, o standartlara uyğun qırağa çıxmağa ehtiyac yoxdur. O standartlara uyğun biz getsək, çox gözəl nəticə əldə eləyərik. Çünki bir dənə məqsədimiz var. Uşağın gələcəyini, təlimi, tədrisi, tərbiyəni təmin eləməkdir. Və bu o həmin standartlarda, yəni dövlətimizin qoyduğu standartlar, o standartda hər tərəfli göstərilib. Yəni özümüzdən belə deyək də nəsə Amerika açmağa ehtiyac yoxdur. Və qeyri-adi bir şey də fikirləşməyə ehtiyac yoxdur. Hamımızın bu bağçaların, istər dövlət orqanları olsun, istər özəl struktur olsun, hamımızın bir amili var, bir məqsədimiz var. Və istəyərdik ki, bu yolumuz daha da gözəl olsun. Hamımız bir nöqtəyə vuraq da və çox gözəl eləyə bilərik. Bu potensial bizdə var. Bir bağça rəhbəri olaraq uzun illərdir bu praktikanıza dayanaraq sual vermək istəyirəm ki, bir özəl müəssisəni, özəl bir bağçanı idarə etməkdə ən çox çətinliyiniz nədir? Yəni əsasən sizi bu prosesdə yoran, çətinlik çəkdiyiniz məsələlər nələrdir ki, gələcəkdə bağça qurmaq istəyən xanımlara da bu yöndə bir istiqamət vermiş olasınız və yaxud işinizin içərisində sizi daha çox, yəni nə yorur, nə çətinliyiniz var? İlk növbədə uşaq
valideyn və tərbiyəçi. Bu bir üçbucağımız var. Biz mərkəzdəyik. Biz bunların hamısını istədiyini verməliyik. Amma hələ verməliyik ki, biz öz mövqeyimizdən dönməyək. Hər valideyn bir şey istəyir. Hər tərbiyəçi bir cür işləmək istəyir. Amma bizim başda uşaq var. Və o uşaq, biz əsas düşünməliyik ki, biz uşağa, əsas bizim hələ bil ki, borcu olduğumuz uşaqdır. Biz uşağa verməliyik, nə verməliyiksə, yəni tədrisi verməliyik. Amma ki, uşaq da valideyndən asılı olduğu üçün burada valideynə güvən verməliyik. Valideynin etibarını qazanmalıyıq. Keçdik tərbiyəçiyə. Tərbiyəçiyə işləmək üçün mühiti verməliyik. Bunlar hamısı təmin olunandan sonra və yenə də deyirəm, biz mövqeyimizdən dönməmək şərti ilə. Əgər siz valideyn olaraq gəlsəz, desəz ki, mən istəyirəm ki, bugün belə olsun, mən də onu eləsəm, tərbiyəçi istədiyini eləyəsəm, yəni o uşağın gələcəyə batdı, getdi. Yoxdur heç bir şey. Mövqeyimizi qoruyaraq, uşağa nə lazımdırsa onu təmin eləyərək, amma bu iki bucaqları da saxlamaq, balansı saxlamaq, bəli. Və əsas, məsələn, mənim təcrübəmdə, mən ilk növbədə valideynin etibarını qazanıram. Okey, oradan rahatam. Bu müəllimə zaten bu alanı vermişəm də, yəni bu mühiti yaratmışam müəllimə üçün. Müəllimənin o içindəki potensialını açmışam. Müəllimə artıq hazırdır ki, bu uşağı öyrətsin. Bunlar ikisi artıq mənim üçün hazırdır və yönlənirik uşağa. Valideyn rahat olandan sonra, o mənim işimə qatışmayandan sonra mən öz işimi görürəm. Tərbiyəçini yönləndirirəm. Bunu belə eləmək lazımdır. Və bir də o qədər, yəni bəzi tərbiyəçilər olur ki, bir neçə il artıq bazası var və onu tutaraq gedir. Yox. Yəni əgər tərbiyəçiyə yönləndirməsən yeni səhifələr açmağa, nə olsun, məsələn, 20 neçə il pedaqoji stajım da olsa, gündəlik yeni bir şeylər öyrənməyə açıq olmaq lazımdır. Tərbiyəçinin də ona yönləndirmək lazımdır ki, təzə bir məqamlar var, yeni məqamlar var. Onların tərbiyəçi üzərində hər gün işləməlidir. Onu işləyəndən sonra yenə istədiyimizi biz rahatçılıqla əldə eləyə biləcəyik. Bu belə deyim də, bağçada tərbiyəçilərin bu məsələlərinə də qayıdacağıq təkrarən ki, bu inkişaf etdirmələrinə və s. özlərinə dair. Amma mən özəl bağçalarının əksəriyyətində də rast gəlirəm ki, daha çox rəhbərlərin valideynlərlə işində daha çox çətinlik çəkir. Çünki elə rəhbər var ki, yəni sizin kimi düşünürlər. Təbii ki, onlar sırf uşaqlara fokuslanırlar. Uşağın istəklərinə ehtiyaclarına fokuslanırlar. Çünki istəklər ayrıdır, ehtiyaclar ayrıdır. Uşağın ehtiyacına fokuslanır, amma valideyn məsələn gəlir deyir ki, mən belə istəyirəm və özəl bağça da valideyndən asılı olduğuna görə məcbur olur onun istəklərini yerinə yetirməyə və uşağın ehtiyacları qalır kənarda. Ona görə deyirəm ki, ilk növbədə valideynin etibarını və rahatçılığını təmin etməkdir. Yeni gələn valideynlə işləyirik. Uşaq tərbiyəçi valideynlə işləyir. Tərbiyəçi uşaqla işləyir, mən valideynlə işləyirəm. O valideynə o etibarı verdik, o güvənini qazandıqsa, yəni orada bizə ölüm yoxdur da, belə deyək. Orada rahat biz işimizi görürük. Təbii olaraq nöqsanlar ideal bir şey yoxdur. Hər bir sahədə olduğu kimi bizim sahəmizdə də yəni var qüsurlar var, bəli, kifayət qədər də var. Amma çalışırıq ki, o işimizi düzgün quraq və çalışaq ki, yenə də deyirəm, valideyn kamera sistemidir. Bizdə də bağçada kamera sistemidir. Sadəcə mən onu doğru saymıram, amma artıq bu, yəni valideyn istəyir. Daha çox bunu istəyirlər. Nə istəyirlər? Bəs punktlaşdırsaq Aynur xanım, valideynlər bağçadan nə istəyirlər? Valideyn bağçadan istəyir ki, belə bir dənə bir söz deyim, bəlkə də indi valideyn düşünəcək ki, körpəsi olan düşünəcək ki, mən düzgün deyil fikrim, amma məncə indiki valideyn övladının köləsidir. Bəli. Bir mənalı. Valideyn övladın köləsidir. Bu artıq səhvdir. Bir məqam uşağın hal-hazırda balacadır, böyükdür. Yəni 6 yaşına qədər mən uşaqla işləyirəm də. Uşağın arzusu yoxdur. Əl çatmayan bir şey yoxdur uşaq üçün. Bunu istəyirəm təmin et. Tək ki uşağım ağlamasın. Tək ki uşağım rahat olsun. Bu biz nə yetişdiririk? Valla çox böyük problemdir.
Çox böyük problemdir ki, uşaq arzulamır. Yəni öz uşaqlığımızı götürsək, sanki bir robotlaşıb da. Bəli, yəni nə hələ bil ki, siz necədir? Hələ bir valideyn öz boşluqlarını uşağın ehtiyaclarını ödəməklə doldurur. Amma düşünmür ki, o uşağına çox böyük haqsızlıq və çox böyük pislik eləyir. Ona görə deyirəm ki, bağça hal-hazırda mütləq olmalıdır. Yəni vacib necə məktəbə getməliyik biz vacib? Bağçaya da mütləq getməliyik ki, uşaq valideyndən nə qədər tez separasiya olsa, o qədər tez uşağa xeyirdir. Evdə saxlayıb uşağım üçün, uşağımın əsas yeməyi yaxşı olsun, əsas isti yeri olsun, əsas hamı qabağında dayəsi, nənəsi, babası, anası, atası qabağında hamı belə qulluqçusu olsun. Aha, bəli. O valideyn başa düşməlidir ki, ən böyük pisliyi mən o an uşağıma eləyirəm. Uşağı bağçaya göndərilməlidir ki, bağça təbii olaraq da, yəni hər bağça çalışırıq bunu eləyək. Hər bağçada bunu belə düşünməlidir ki, bağçaya gətirib uşağı verilirsə, mən buna təmin eləməliyəm tədrisini, təlimini. Həyatın kiçik modelidir də. Bütün bacarıqları orada qazanır uşaq. Bütün həyati bacarıqları orada qazanır. Özünü ifadə etməni orada öyrənir. Və bağçalarda hətta buna da rast gəlirik. Məsələn, kifayət qədər belə bağçalar var ki, onlar uşaqların potensialını da orada üzə çıxartmağı çox gözəl bacarırlar və müxtəlif məşğələlərdə və s. Amma valideyn gəlir deyir ki, yox, mən istəmirəm belə olsun. Valideyn öz egosundan çıxış eləyərək məhz uşağın o potensialını da orada bastırmağa çalışır. Məsələn, buna əsas belə deyim də, çox həssas məsələlərdən biri olaraq elə uşaqların çöldə, bağçanın həyətində oynaması olsun, sərbəst oyunlarda iştirak etmələri olsun, yatmaları olsun. Standartda deyilmir ki, uşaq götürsün 5 yaşında, 4 yaşında ruçka götürsün, hərf yazsın. Yoxdur o. Amma bizdən tələb olunur. Mən istəyirəm ki, uşağa hoppanmağı biz öyrətməliyik. Bəli. Pilləkən çıxmağı öyrətməliyik. Rəqs eləyən bizim çox gözəl dərnəklər eləyirik, teatral dərnək, dram dərnəklərimizdə nağılları və onları sonra teatrallaşdırırıq. Uşaqların çox gözəl potensialları çıxır orada ortalığa. Problemləri də çıxır orada ortalığa. Bəli, bəli. Nəyi bacarıb, nəyi bacarmadıqlarını bilə bilirik. Bir də uşağa deyir, heç nə yox, qoyuruq skamya, deyirik ki, bu skamyanın üstünə hoppana bilmir. Uşağın əlindən tuturuq. Çünki uşağı o qədər belə pambıq üzərində, bilmirəm də yəni necə ad verim ki, heç kəsin də xətrinə dəymək istəmir. Amma ki, əziyyətə salmamışıq. Əziyyətə salmırıq. Heç salmırıq əziyyətə. Yəni o onun üçün əziyyət deyil, o onun öyrəndiyi bir şeydir. Və xoşlarına da gəlir. Gəlir valideyn deyir ki, 2 yaşında, 2 yaş, 3 yaş arası gətir, daha böyük də olur ki, müəllimə yedizdirir uşağı. Deyirəm, hə, yedizdirir. Yəni başqa mən nə cavab verim orada? Amma müəlliməyə tapşırıram ki, 1 qaşığı sən ver, 2 qaşığı özü yesin. Yəni valideynin qabağında da burada yalancı çıxmayım, yedizdiririk, amma paralel öyrətməliyik. Yəni siz başa düşürsüz ki, öyrənməlidir də bu uşaq bu prosesdə öyrənməlidir. Bu təcrübəni biz keçmişik. Yəni biz bilirik ki, bu belədir. Təbii olaraq valideyn olaraq hər valideyn daha qəşəng hiss eləyir, daha gözəl hiss eləyir uşağının tələbatını, amma o hiss elədiyi ilə getmir. O siz dediyiniz kimi egosu ilə gedir. Bəs Aynur, bağçada bu tədris və fəaliyyət planları olur da. Bu tədris və fəaliyyət planlarını ümumiyyətlə necə tənzimləmisiniz, necə qurmusunuz? Planlı şəkildə hamısı, yəni standartlara əsasən planlı şəkildə illik, aylıq və günlük planlara əsasən ilin əvvəlində artıq qurulmuş bir planımız var. O plana əsasən dərslərimiz ardıcıllıq olaraq. Yəni bu gün havadan keçdim, sabah sudan keçdim. Elə bir şey mümkün deyil. Orada nəticə, bəli, standartlara uyğun. Standartlara uyğundur ki, orada hər 4 sahə çox geniş əhatə olunub. O standartları, yəni deyirəm də, bir tərbiyəçi o standartların açıqlaması ilə belə hamısını öyrənsə, o çox gözəl mütəxəssis olacaq və uşağa nə lazımdırsa hamısını ötürəcək. Çünki həm idrakdır, həm fizikidən başlayırıq. Fizikidir, idrakdır, emosionaldır və sosialdır. Hər biri var orada. Yəni onu əlavə də artıq heç nə ehtiyac yoxdur. O standartların əlində sənət kimi tutub, biz o planı ona əsasən yazmışıq.
Nə gözəl. Bütün bağçalar da bundan istifadə eləsə çox İnşallah. yaxşıdır. Əslində çox rahat istiqamət Çox vericidir. rahat, Yəni standartlara baxdığımız zaman Yəni yenə də deyir, siz dediyiniz kimi əgər bir nəfər bir bağça fəaliyyətinə başlamaq istəyirsə, birinci növbədə planı olmalıdır əlində. Metodik işi doğru şəkildə qurmalıdırlar. Çünki bağçalar məsələn açırlar, fəaliyyət göstərməyə başlayırlar, amma təbii ki, hamısı belə deyil, amma əksəriyyəti təəssüf ki, belə eləyə bilir. Standartları əsas götürmürlər ki, uşaqlar da gələcəklər və biz spontan olaraq orada dərs keçəcəyik və s. elə deyil, bəlli bir proqram və fəaliyyət planı ilə getməlidirlər. Bu bağçanın birinci növbədə özünün işi üçün daha yaxşıdır. Təbii ki, uşağın inkişafı və özünün işini daha rahatlaşdırır. Çox rahatlaşdırır. Müəllim bilir kimə nə dərs keçəcək, iş necə yaş gedəcək. dövrlərinə uyğun hamısının öz standartı var. Bəli, amma təəssüflər olsun ki, müəllimlər biraz bu məsələdə biraz tənbəllik eləyə bilirlər, öyrənmək istəmirlər, biraz o standartları və s. Amma belə deyim də, buna əziyyət çəkib öyrənən müəllimlər kifayət qədər işlərini yaxşı qura bilirlər. Onu öyrənəndən sonra başa düşürsən ki, doğrudan nə qədər, yəni əziyyətə salmırsan özünü, mövzu axtarmırsan. Standartın içində mövzularımız da var. Hamısı var, bəli, Hamısı göstərir. Müəssisənizə bir müəllim seçərkən əsas hansı keyfiyyətləri göz önündə saxlayırsınız ki, və məsələn, mənim müəssisəmdə bu xarakterdə və bu kriteriyalarda müəllim işləməlidir. Hansı peşəkar keyfiyyətləri və hansı şəxsi keyfiyyətləri göz önündə saxlayıb işə qəbul edirsiniz onları? İlklərdə səbir və uşağa sevgi. Nə qədərdir, o qədər olur ki, müsahibəyə yaxınlaşırlar. Biz elan veririk ki, tərbiyəçi lazımdır, müsahibəyə gəlirlər. Praktikası var, savad da var. Amma ki, soyuqluq hiss edirəm həmin adamdan. Yoxdur. Yəni o sevgini mən hiss eləmirəm. Həmin adam elə ilk əvvəldən də şans da verirəm. Bəlkə bəzən olur ki, şans da veririk, qrupa salırıq. Amma özü fırlanır. Mən deməmiş gəlir deyir ki, yox, bu mühit sizin yaratdığınız mühit mənlik deyil. Təbii olaraq onun da öz mühiti var. O gedib tapacaq onu, amma bizə uyğun olmur. Çünki bir ilk növbədə uşaqları sevmək, mən çox xoşlayıram ki, tərbiyəçi kameradan baxanda da müəllimlərə o ki görürəm tərbiyəçi ətrafına yığıb evci oynayırlar. Çox gözəldir görüntü. Çox gözəl görünür. Oğlanlarla orada qaraj qururlar, maşınlarla oynayırlar. Qızlarla burada nə bilim evci oynayırlar. Yəni o qədər qəşəngdir. O sizə deyim ki, müəllimənin ruhu üçün də o bir cavanlıqdır da. Uşaqlar. Təbii olaraq, yəni uşaqlarla sən özünü yaşlı artıq hiss eləmirsən. Sən özünü onlar kimi aparırsan. Bundan gözəl sahə ola bilməz. Heç kəs orada sənə deyim. Yəni o qədər ruhun uşaqlaşır ki, bəli, və o ilə paralel biz o bayaq dediyim dram ilə müəllimələrin teatrda iştirak eləməyini də çox pis eləyirik. Müəllimə uşaqla paralel olaraq. Yəni uşaq üçün uşaq o anda özünü böyük kimi hiss eləyir. Müəllim o anda özünü uşaq kimi hiss eləyir. Yəni o əgər bir müəllim uşaq sevgisi olmasa, o onları bacarmayacaq. Adam var ki, deyir, mən bunu eləyəcəm. Mən niyə bunu belə eləməyəm? Empatiya lazımdır müəllimdə, yəni uşağı hiss eləməsi üçün. Uşağın sevinci. Biz bir şey çəkirik, bir dənə yəni balaca bir rolik çəkirik. O rolika üzümüzdə təbəssümlə baxırıqsa, deməli o yaxşı tərbiyəçi olur. Çünki hiss eləyirik o an uşağın. Uşaq üçün o müəllimə baxır, yəni bir yerdə otururuq da müəllimələrlə o çəkdiyimizə baxırıq. Məsələn, açıq dərslər təşkil olunur bizdə. O dərsləri çəkib sonra bir yerdə müzakirə eləyirik. O uşağın bir dənə gəlib deməyə ki, məsələn, bu ayıdır, bu ona qarşı belə uşaqcasına bir hissiyatımız olursa, deməli orada yəni o uşaq sevgisi çox böyükdür. Onu da valideynlərə çalışırıq ötürməyə. Bəs Aynur xanım, bu bağçada müəllimlər arasında əməkdaşlığı necə qurursunuz? Yəni çünki olur ki, biri o birisinin işini bəyənmir və yaxud da ki, məsələn, çox zaman şikayətlər eləyirlər ki, 3-4 yaşlı qrupasından çıxan bir uşaq 5-6 yaşına heç bir hazırlığı yoxdur. Biraz müəllimlər arasında bu konfliktə də səbəb ola bilir ki, sənin qrupandan mənim qrupama hazır gəlmədi və yaxud ümumilikdə bu əməkdaşlığı tək qrupalarla deyil də necə tənzimləyirsiniz işdə bir rəhbər olaraq, bağça rəhbəri olaraq? Yəni necə qurursunuz ki, onlar bir-birlərinə qarşı həm kömək eləsinlər bir-birlərinə,
Yəni rəqib kimi deyil də, bir-birlərinə belə dəstək məqsədli ilə o prosesi necə tənzimləyirsiniz? İdarəçidən çox şey asılıdır burada. Bu vaxt siz dediniz çətinliklər. Bu çətinliklərdən biri də budur. İlk öncə idarəçi əgər hər bir işçini özünə yaxın insan kimi qəbul eləyirsə və yaxın insanla bilirəm 10 saat biz bir yerdə keçirdik. Mən ailə üzvlərimdən çox iş yoldaşlarımı görürəm. Və onlarla bir ailə sistemi qura biliriksə və ailədə təbii olaraq ailə daxili də bacı qardaş bir-birlərini qısqanmaq, bir-birlərinin gedim anama deyəcəm, atama deyəcəm. Burada da hələ bir şeylər olur. Amma idarəçinin məncə ən böyük və gözəl xüsusiyyəti onda olacaq ki, mənə gəlib söz çatanda o sözü araşdırıb, yəni siz gəlin mənə deyin ki, o belə elədi. Mən də o anda belə partlayım, gedim. Yox, orada artıq o böyük səhvdir. Qıraqdan qalıb araşdırıb və özüm gözümlə görməyənə qədər o yəni şikayəti əsaslı saymayacağam. Və ilk növbədə yenə də deyirəm, dərdlərini də paylaşırlarsa mənlə, sevinclərini də bir yerdə paylaşırıqsa, bir-birimizə dəstək oluruqsa, o deməkdir ki, çox gözəl bir kollektivimiz var. Doğrudan da çox qəşəng bir kollektivimiz var. Dediyim kimi bir neçə il bundan qabaq kollektiv tez dəyişirdi. Yəni tapa bilmirdik də, özümüzə uyğunu tapa bilmirdik. Ya gəlirdi, özü gəlirdi ki, yox mən sizə uyğun deyiləm. Amma son bir neçə il, 2 il deyərdim ki, artıq deyə bilərəm ki, mənim qızlarım deyirəm. Mənim qızlarım, halbuki bəziləri məndən yaşda da böyük olsa, amma ki, mən onlara hörmətlə yanaşıram. Onlar da mənə o hörmətə, yəni artıq o vicdanla bir-birimizə münasibətimiz var. Yenə də deyirəm, ailə problemləri olur, gəlib danışıb bir yerdə bir nəsə bir qərar verə bilərik və həmin adamın o halı, o hirsini orada soyutmaq bacarırıqsa, sevincimizə bir-birimizə şərikiksə, o mühiti yaratmışıq. Yəni burada rəhbərdən təbii ki, dediyiniz kimi çox şey asılıdır. Rəhbər elə o xaosu özü yaradırsa, orada da qaçılmaz. Çox rəhbər özü yaradır o xaosu. Başlıqdan söhbət gedə bilər. Xoşuna gəlir belə xaotik bir mühit. O gərginliyi saxlamaq. Amma mən məsələn o gərgin vəziyyətdə işləyə bilmirəm. Çünki başa düşmək lazımdır ki, burada təsir edəcəyiniz fərdlər uşaqlardır. Yəni müəllimin orada gərginliyi, rəhbərlə hər hansı bir sözünün çatışması ümumiyyətlə və hər hansı bir konfliktlərin olması nəticədə iş prosesinə təsir edəcək və buradan həm uşaq zərərli çıxacaq, həm valideyn zərərli çıxacaq. Yəni əsəbi olacaq, gərgin olacaq. O uşaqla işləyir. Uşaq da ki, robot deyil ki, deyəcək otur, durdur. Uşaq da ağlayacaq. Bu əsəbini o uşağa tökəcəksə, bir mənalı mənim artıq valideynlə problemim olacaq və o dediyimiz üçbucaq burada da pozulur. Həmişə deyirəm ki, uşaqların sevinə gələcəyi bir mühit yaratmaq istəyirsinizsə, müəllimlərin sevərək gələcəyi bir mühiti birinci növbədə qurmalısınız. Bağça rəhbərlərinə həmişə tövsiyəm bu olur. Müəllim ora sevə-sevə gəlirsə, yüksək sevinclə gəlirsə, motivasiya ilə gəlirsə, o bu işinə mütləq şəkildə sirayət eləyir də uşaqlara, hər bir şey, valideynlərə yanaşması. Ona görə birinci müəllimlərin o sevərək gələcəkləri mühiti qurmaqları daha yaxşıdır bağça rəhbərlərinin. Bir niyə deyirlər xoşbəxt ana, xoşbəxt ailə deməkdir. Bu işində bu qrupun analığı ona aiddir. Hər qrupumun öz anası var. Ümumi qrupların anası da gəlir idarəçidə dayanır. Düzdür? Biz hamımız öz xoşbəxtçiliyimiz olsa, yəni xoşbəxtçiliyi ümumi götürürük də. Yəni keyfimiz yaxşı olsa, rahat olsaq, onlar öz işlərini qəşəng görəcəklər. Mən də öz işimi görəcəm. Nə gözəl. Bu bayaq qeyd etdiyiniz müəllimlərin tez-tez dəyişmə məsələsi. Bu müəllimlərin ümumiyyətlə tez-tez işlərini dəyişməsi bu uşaqlara necə təsir edir? Uşaqlarda hər hansı boşluqları yaradırmı? Çox pis. Əslində biz əvvəldən də bağça qurulanda da bir konsepsiya var idi ki, bir uşağın bir müəllimə çox bağlanmasının tərəfdarı deyiləm. Nə mənada? Çünki bu uşaq istərsəmiz ilbəri qrupunu dəyişir, düzdür. O müəllim o ilə əvvəldən axıra getmir. Yəni bir müəllimdən çıxır o biri müəllimə, sosiallaşma budur. Və uşaq
hamıya müəllimi istəməlidir, amma çox bağ qurmamalıdır. Yox. Bunu Müəllim yanlış hesab edirsən. çox yanlış hesab edirəm və müəllimlərə də əvvəldən deyirəm ki, çalışın, sevin. Amma ki, bu hər bir işdə bu incə cizgi var ha. Məsələn, müəllim deyirlər ki, mənim düşüncəmlə müəllimdə sərtliklə sevgi 50-50 olmalıdır ki, o sərtliyi cizgini keçdisə, orada yəni sevgidən söhbət getməyəcəksə, sevgi cizgini keçdisə, orada tədrisdən söhbət getməyəcək. Çünki müəllimin sərt duruşu var da, o uşağı o bir şey öyrətmək üçün onları yəni idarə etməyə bacarmalıdır. O cizgi hər bir şeydə var. O cizgini qorumaq üçün əsas məqsəd o cizgini qorumaqdır. Sevgidir. Əgər bir müəllim uşağı belə aşırı dərəcəsində bağlanırsa və uşaq ona bağlanırsa, orada sonra problem yaşayır. Dəyişən kimi əlbəttə Bəli, problem dəyişən yaradır. kimi. Amma qrup dəyişəndə onsuz da bu bir ildən bir uşaqlar da artıq öyrəşirlər ona. Amma bir də var ki, müəllim ayda bir müəllim dəyişirdi. Hə, orada mənə komfort deyil elə işləmək. Yəni çünki müəllimi öyrədirsən axı. Mən bir adamın üzərinə bütün enerjimi, bütün gücümü qoyuram ki, mən səni öyrədəcəm. Təbii olaraq da ki, o da öyrənmək istəmirsə, bağçanı necə düşünürlər? İndi belə deyil. Əvvəl deyirdilər ki, işsiz olan, gücsüz olan gedin bağçada işləyin. Hələ belə bağçada oturacaq, ayağını ayaq üstünə qoyacaq, ayın axırda maaş alacaq. Yox. Bağçada işləmək lazımdır. Gündəlik işləmək lazımdır. Yəni bağça o qədər məsuliyyətli bir yerdir. Təbii ki, uşaqlar var burada. Uşaq var. Fərqinə varmaq lazımdır. Bir lazımdır. adam gözünün arağını, qarasını gətirir, məndən 10 saatlıq etibar eləyir. Mən necə burada laqeyd yanaşa bilərəm ona? Yəni orada gözümü, dörd gözümü, arxada da gözüm olmalıdır, yanda da gözüm olmalıdır ki, mən o uşağın təhlükəsizliyini təmin eləyim, o uşağın nə lazımdırsa təmin eləməliyəm ona. Yəni burada oturmaqla iş getməyəcək. Bir bağça rəhbəri kimi ümumiyyətlə valideynlərdən daha doğrusu deyim, ən çox eşitdiyiniz tələblər, ən çox eşitdiyiniz şikayətlər nələrdir? Yəni və yaxud da ki, məsələn, bağçalar var ki, valideynlər var burada daha doğrusu. Onlar gəlirlər, heç belə deyim də, kamera sistemini də istəmirlər. Onlar güvənirlər bağçaya. Təbii ki, bunun üçün zaman lazımdır ki, valideyn ora güvənə bilsin. Valideynin də narahatlığı əsaslıdır, başa düşüləndir. Ən çox nədən şikayət eləyirlər? Biraz problemlərə toxunmaq istəyirəm. Belə deyim, şikayətləri təbii olaraq narahatçılıqlarıdır ki, tanımadıqları bilməyi birinci, yəni təzə valideyn olub və düşünür ki, doğru da düşünür ki, uşağımı bağçaya qoymalıyam, gətirir, axtarır. Yəni sразу deyim, gətirdi bizə qoyduya filan. Yox, bir valideyn olaraq hal-hazırda özəllərdən danışacağam. Özəl bağça bir dənə ərazidə, ətrafında müəyyən qədər artıq çoxdur. Bəli, kifayət qədər özəl bağça var. Hər birində öz işini, özünə uyğun işini qurur. Gələn baxır, təbii olaraq oradan o istiliyi alırsa, o övladını yetişdirdiyi övlada uyğun bir mühit tapırsa, gətirir, verir ora. Və problem nədədir? O dediyim kimi o etibarı onda qazanana qədər də biz nə ediriksə, onu bir əmmə axtarır orada. Məsələn də yeməyi axıra qədər yemədi. 5 qaşıq yedi, 6-cı qaşığı müəllimə vermədi, boş qabında qaldı. Yatızdıranda belə yatızdırdı. O qədər nüanslar olub ki, uşaq yatır. Yəni də deyir, mənim ürəyim açıldısa, uşaq yatır, kameradan da baxırsan ki, uşaq yatıb da. Yəni yatır da bu. Uşaq da yatanda mütləq şəkildə bir tərbiyəçi və köməkçi növbəli şəkildə yataq otağında olur. Yəni uşaq yatdı, mən qoydum, getdim, elə söhbət yoxdur bizdə. Mütləq şəkildə orada bir nəfər olur. Çünki anidən uşaq yatdığı yerdə nəsə ola bilər ki, tərbiyəçi orada lazımdır. Tərbiyəçi oturub, uşaqlar yatıblar. Valideyn yığır ki, o kamerada yazı var, o yazı düşüb mənim uşağımın kravatının üstünə. Xahiş edirəm, o yerini dəyişin, mən onu görmürəm. Yəni yazı nə boydadır ki, bir tarixdir. Okay. Yəni mən orada nə deyim? Mən söz tapmıram. Yəni şikayətləri çox bəsit mövzulardır. Əsassız bir şikayətdir.
əsassızdır. Valideyn bağçadan uşağı nəyə görə çıxardı? Ki müəllimə 4 dənə uşaq var, 4-ü də əynini dəyişir ki, yatmağa getsin. Müəllimə bu uşağa biraz gec yaxınlaşıb. Halbuki uşaq 5 yaşındadır. Bu özü soyunub, özü geyinməlidir. Əslində mən indi deyirəm ki, yaxın getməyin, nəzarət eləyin ki, artıq özləri soyunub geyinməlidir. Ona görə çıxardır ki, mənim uşağıma gec diqqət yetirildi. Çünki seçim çoxdur, bağçalarla bağlı seçim çoxdur və valideyn özü də bilmir nə istəyir. İllər keçəcək, o mənə haqq qazandıracaq. Gəlib mənə, yəni o valideynə mən çalışıram nəsə deyim, amma çox da üstünə getmirəm. Yəni seçim sənindir. Hələ seçimlərə durub, hələ valideyndən yapışmaq yox. Biz beləyik, biz eləyik, orada ehtiyac yoxdur. Çünki o adam 5 dənə yerə gedəcək, 10 dənə yerə gedəcək. Eyni qaydada da çıxardacaq uşağını. Çünki özü bilmir nə istəyir. Problem yəni uşaqlarda deyil, hər zaman deyirəm, valideynlərdə. Uşaqlarda heç bir problem yoxdur. Yəni demirəm, o indiki bəzi o xəstəlik də demirəm. Yəni xüsusi uşaqlar var ki, hə, o başqa məsələ. Ona mən toxunmuram. O ayrı bir məsələdir. Amma hər bir şey normal olan uşaqda özü geyinməlidir, özü soyunmalıdır, özü yeməlidir. Nəzarət altında, öyrətməklə. Sən əgər evdə bunu öyrətməmisən, imkan ver biz öyrədək heç olmasa. Çünki sənin uşağın sonra məktəbə gedirlər, uşaqlar elə bil başqa bir dünyaya düşmüş olurlar. Heç nə bacarmırlar. Vacib həyatla bağlı, vacib bacarıqları qazandıraq, sonra akademik bilgiləri, bacarıqları. Məktəbə gedir, müəllimə deyir ki, uşaqlar açın kitabı 5-ci səhifə. Uşaq bacarmır. Gözləyir ki, kimsə onun üçün açsın. Bəli. Bağçalarda rastlaşırıq da, hətta məsələn mətbəxdə uşaq gözləyir qabağında boş qab və yeməyi təklif edəndə ki, yeməlisən bunu və o yemir heç bir şəkildə. Gözləyir ki, müəllimə yedizdirsin və yaxud da ki, ayaqqabısını geyinib soyma mərhələsində, əynini geyinib soyma mərhələsində gözləyir ona bunu kimsə eləsin və düşünürəm ki, bütün bağçaların yaralı yeridir bu, problemidir bu məsələ. Çünki biz yönləndirməliyik. Yəni valideyn elə düşünür ki, əgər bunu eləməyəcəksə, mən onda niyə bağçaya gətirmişəm? Uşaqlarla bağlı qərarlarda valideynlərlə necə uzlaşırsınız? Məsələn, siz deyirsiniz ki, uşaq yatmalıdır. Siz deyirsiniz ki, məsələn, uşaq mütləq şəkildə çeynəyərək qida qəbul etməlidir. Çünki ciddi problemlərdir bunlar. Blenderlə və s. yeyirlər və yatmağını valideyn gəlir deyir ki, günorta saatlarında yatmasını istəmirəm. Ümumiyyətlə və yaxud qida ilə bağlı olsun, digər məsələlərlə bağlı olsun. Uzlaşmanı necə qurursunuz? Siz deyirsiniz ki, uşağa doğru olan budur, valideyn deyir ki, yox budur. O zaman bunu necə tənzimləyirsiniz bir bağça rəhbəri olaraq? Belə deyim də, valideyn dediyini eləyəcəm. Amma valideyn başa düşəcək. Elə mühit yaradılacaq ki, o valideyn özü gəlsin desin ki, yox, mən səhvəm. Danışma mərhələləri olmur, söhbət edirsiniz? Mütləq şəkildə hər valideynlə, hər uşaq barəsində danışırıq. Və deyirəm, artıq bizim bağçamız 10 ildən artıqdır fəaliyyət göstərir. Bir ailənin ikinci, üçüncü bacısı uşağı, qardaşı uşağı, yəni onu gətirirsə bizə deməli tövsiyə xarakterlidir. Tövsiyə. Çünki bizim elə bir, yəni bağçanın belə bir güclü reklamı da yoxdur. Sadəcə olaraq ancaq bir-birinə ötürməklə reklamımız odur. Yəni gördüyümüz işi çalışırıq o qədər yaxşı eləyək ki, valideyn bizi rahatçılıqla kiməsə tövsiyə eləsin. Və məsələn, valideyn deyir ki, mənim uşağım heç kəs vurmayacaq burada. Müəllimə həmişə deyirəm ki, yəni mənim marağımda deyil ki, mənim tərbiyəçimin də marağında deyil ki, sənin uşağına güldən ağır söz desin. Çünki yəni bunun ehtiyac var ki. Nəyə ehtiyac yoxdur. Nəsə narahatçılıq olacaq. Mən deyəcəm ki, məsələn, filan kəs, sənin uşağın bunu belə eləyir. Mən deyirəm, amma sən də evdə de. Sən də de ki, məsələn, itələmək olmaz, döymək olmaz, vurmaq olmaz. Əgər sən deyirsən ki, səni vurdular, sən də get vur. O anda bu körpədir, onu məktəb yaşında, ona mən toxunmuram. Amma bu körpə uşağı sən artıq aqressiyaya sövq eləyirsən ki, heç o səni vurduları eşitməyəcək, sən vuru eşidəcək. Gedib o deyəcək, sonra da deyəndə deyəcəksən ki, sən demisən axı, sən vur. Yəni təlim tərbiyə
davamlı bir prosesdir də. Bağçada, evdə, bağçada, yəni bir komanda işidir də belə Evet. deyək. Və valideynlərdən bəzən eşitdiyimiz narazılıqlar da nə ola bilər? Bu qrupda xüsusi bir uşaq var, istəmirəm uşağım burada olsun və yaxud bu qrupda qida ilə bağlı bu qida verilsin, mən istəmirəm bu qida verilsin, bunu edək. Danışırlar, danışıqlar aparılır, valideyn Mütləq. yenə də başa düşmürsə, bəs bu mərhələdə uşağı bağçadan təcrid eləyirsinizmi yoxsa? Belə bir praktikamızda deyim ki, elə bir şey olmayıb. Aha. Necə olmayıb? Məsələn də o qida baxımından uşağın xüsusi qidaları olub. Orda yenə də çalışmışıq elə yaradaq ki, məsələn deyir ki, valideyn gəlir ki, mən uşağıma şəkər vermirəm. Tamam, kaşa, sıyığına ayrıca götürüləcək şəkər verilməyəcək. Çay, indiki uşaqların demək olar əksəriyyəti çay içmirlər, su içirlər. Mən də o ilə razıyam, qoy su içsinlər. Məsələn, kompot da vermirik. Amma bizdən tələb olunur. Amma sonra görəndə ki, uşaq valideyn əlində bir şokolad gətirir. Verir uşağa. Onda yəni ancaq bizdən tələb olunur. Özünüzə qalanda onu eləmirsiniz də. Yəni ancaq tələbkar mövqedən çıxışım ki, tələb edeyim ki, uşağıma bunu eləyim, bunu eləməyim, bunu eləyim. Amma valideyn var ki, hə, sırf deyir ki, bu uşağıma verilməsin. Orada təbii uşaq üçün ayrıca bir şey eləmir, amma bizdəki olan yeməklərə əsasən ona uyğunlaşdırılır və verilir. Yəni o indi məsələn gluten həssaslığı var uşaqlarda, şəkər dediyim kimi var. Məsələn paxlalı yeməklərə qarşı, dənli bitkilərə qarşı allergiyaları olan uşaqlar var. Təbii olaraq onlar verilmir. Amma yerdə qalan elə bir şey olanda ki, valideyn bizdən belə qeyri-adi bir şey istəyirsə, biz onu təmin edə bilmiriksə, orada başqa bir bağçanı təklif edirsiniz. Yəni biz belədir də, yəni budur, bizdə yaradılan budur. Amma xüsusi uşaqlara gələndə isə mən çalışıram valideynlərlə danışım və onları izah eləyim ki, yəni bu artıq bu xüsusi uşaqlar get-gedə cəmiyyətimizdə çoxalır və artıq biz uşaqlarımıza öyrətməliyik ki, yəni bu cürdə uşaqlar. İnklüziv təhsil mühitinə. İnklüziv, hə, mən onun tərəfdarıyam. İnklüziv təhsil çünki mühitinə o xüsusi uşaqları təcrid eləmək mümkün deyil və bizim praktikamızda da düzdür, bizim bağça sırf deyə bilmərəm ki, bu xüsusi uşaqlar üçün nəzərdə tutulub. Amma xüsusi uşaqlar gəliblər və bizim bağçada çox qəşəng nəticələr alıblar. Hal-hazırda məktəbdə oxuyan uşaqlarımız var ki, bizim bağçaya gəlib və yəni məsləhətlərimizi eşidib, uşaqlarına qarşı bir əlavə, bağça ilə əlavə olan o psixoloqdur, nevropatoloqdur, loqopeddir, onlarla müraciət və onun üçünün olmaq şərti ilə həm də ki, bağçaya gəlməlidir. Yəni bu üçünü eləyirəm, bağçasız bu üçünün effekti olmayacaq. Bu hər biri, yəni balanslı şəkildə uşaqlarımızdan aldığımız çox gözəl nəticələrimiz var. Yəni bizim bir uşaq var idi ki, 1 il üzərində işlədik və artıq o özəl məktəbin qəbuluna gedəndə normal uşaqlardan çox yüksək bal toplanmışdı. Nə gözəl. Ənif xanım, valideynlər bağça seçərkən əsasən nəyə diqqət eləməlidirlər? Yəni belə deyək də öz istəklərinəmi, yoxsa ümumiyyətlə kompleks şəklində nəyə diqqət edib bağça seçməliyəm? Bir valideyn olaraq. Məsələn, özüm bir valideyn olaraq və hal-hazırda övladımı bağçaya qoymaq fikrim olsa, təhlükəsizliyi təmin edən mühit. Yəni mənim üçün pilləkənin çox olmağı, yəni bağça daxili məncə o çox olmamalıdır. Çünki orada təhlükəsizlik söhbəti var, uşaqların qalxıb düşmək filan. Yəni əgər uşaqlar üçün o məhəccərlər filan hamısı nəzərə alınıbsa, yəni onlara diqqət yetirərdim. Otaqların işıqlı olmağı, otağın yəni mənə uyğun, məsələn, uşaqların qrupda sayı, təbii olaraq o hər uşağa ayrılan bir kvadratura var da deyilən. Yəni
standartdır o da. Onların hamısını yəni araşdırardım. Birinci öyrənərdim, özüm öyrənərdim ki, doğrusu nədir. Sonra da gedib axtarardım. Sonra tərbiyəçisi ilə mütləq şəkildə tanış olardım ki, hansı qrupa gedəcək, tərbiyəçi kim olacaq. Valideyni qarşılayan idarəçidirmi? Valideyni qarşılayan oradakı adi bir işçidirmi? Necə o qarşılayan adam sənin necə təəssürat yaradır? O çox böyük rol oynayır. Bəzən olur ki, valideyn 5 bağça gəzib 6-cı bizik məsələn gəlir deyir ki, heç nəyə baxmadım, sizlə ünsiyyət mən artıq bəs elədi. O qədər hələ də hallar olur. Yəni demək istəyirəm ki, valideyni o deyir ələ almaq lazımdır ki, o sənin istədiklərini o səndə tapsın. Təbii olaraq biz burada deyə bilmərik ki, mən bunu belə edirəm. İstəyirsən qəbul edirsən, elə eləmirsən özün bilərsən. Yəni o da iş deyil. O orta cizgini tapmalıyıq da ki, valideyn bizdən xoşhal olsun, biz də işimizi görək. Bəs belə təcrübənizdə belə hallar olubmu ki, valideyn sizi çox bəyənib, amma uşaq istəmir bağçanı? Olur. Aha. Olur. Necə davranmısınız onda? Necə etmisiniz? Valideyn ələ almaq prosesi gedir. Aha, valideyn israr edir ki, yox, mənim uşağım bura gəlsin, bura gəlsin, amma uşaq heç bir şəkildə istəmir və gəlmir. Uşaqda deməli nəsə problem var da. Problem kimdə? Uşaqdamı, yoxsa mühitdə mi axtarmısınız problemi? Yəni tərbiyəçidə və yaxud da ki, özünüzün mühitindən mi axtarmısınız yoxsa? Təbii olaraq özümüzdə də axtarmışıq. Olub ki, belə də olur. Bir uşaq bir qrupu qəbul eləmir. Heç cür qəbul eləmir. Təklif eləyirəm ki, alternativ qruplar olur da. Yəni ona uyğun bir qrupa keçirdək, baxaq görək. Bəlkə nəsə olub da bunu sevmədi, bu qrupu burada sevmədi. Uşaq o biri qrupa keçir. Okay, çox rahatdır. Deməli, indi uşaqdır, şəxsiyyət. Biz onu formalaşdırırıq. Amma ki, çalışıram tapım. Nədir? Uşağın orada istəyi nədir, ehtiyacı nədir? Niyə görə məsələn bu qrupu bəyənmədi? O araşdırıram özlüyümdə, ancaq müşahidə eləyirəm. Bəzən tapıram, bəzən də olur ki, heç tapmıram. Tapmırsınız. Yox, olur ki, belə halda valideynə tövsiyə edirsinizmi gəlməsin uşaq, yoxsa necə? Davam edirsinizmi? Bəzən yəni əgər uşağın alternativ variantlar elədiksə, o olmadısa, hə. Yəni uyğun deyil də deməli biz ona uyğun deyilik. Yəni nəsə ola bilər ki də bəzən heç bizlik də bir şey deyil. Uşağın özündəndir. Məsələn olurdu bir dənə uşağımız var idi ki, 3 il gəldi, 3 ildə ağlaya-ağlaya gəldi. Axırda valideyn, yəni valideyn dedi ki, valideyn israr edirdi. İsrar edirdi necə? Valideyn dedi ki, mən uşağımı tanıyıram. Mənim uşağım bu tipdir. Onun tipi budur. O evdə də belədir. Bəli, xarakter məsələsi. Xarakter məsələsidir, bəli. Onda o çox rahatıq. Həmin valideynin ikinci uşağı da gəldi, qardaşının uşağı da gəldi. Yəni uşaq valideyn olaraq ümumi razılıq var. Artıq tərbiyə sistemində də, yəni qrupda da yəqin ki, bu uşaqlara fərdi yanaşma, yəni tərbiyəni diferensiallaşdırırsınız yəqin ki, fərdiləşdirirsiniz və ona uyğun yanaşırsınız. Təbii, bilirsiniz necə olur? Bizdə də ən azından qrupda müəllim də müəllim köməkçisidir. Müəllim öz işini davam eləyir, köməkçi nəzarəti eləyir o uşaqla. Bir tık çox diqqət yetirir həmin uşağa qarşı və sonra yəni deyim uşaq bağçada normal idi, amma sırf gəlirdi, yarım saat ağlayırdı, sonra okey idi. Sonra hər şey normal idi. Eyni 3 il gəldi, 3 ildə həmin vəziyyətdəydik. Gündəlik uşaqlarla, yəni bütün həyatınızın belə deyək, ayrılmaz hissəsinə çevrilib, çünki bağça uşaqlarlasınız. Gündəlik uşaqlarla ünsiyyət sizə insan olaraq nə qatır, nə verir? Sevinc. Sevinç. Çox sevinirəm. Yəni bir belə ayrıca bir şey var da onlara qarşı. O deyir, baxmı deyim, bəzən olur ki, o deyir adam deyir sevincdən deyir ürəyi şişirir. Bax o halı yaşayıram uşaqlarla tez-tez. Böyük qrupun uşaqları var ki, 5-6 yaşlar, onlarla oturub söhbətləşirik də. Yəni qəşəng söhbət eləyə bilərik. Rahat. Onlar gəlib sözlərini deyə bilərlər. Eyni valideynlər də bir söz deyim ki, valideynlər bilsinlər, evlərində nə baş verirsə bizim xəbərimiz var. Hamısını qədəbələ qəşəng dərdləşirlər, bəli. Hər bir şey kim kimə nə aldı, kim kimə niyə elədi, onların hamısından bilirik. Özümüzü bilməmiş görsətsək də, amma hər şeydən xəbərimiz var. Uşaqlarla söhbətdir, uşaqlarla vaxt keçirtməkdir, uşaqlara
tədbirlər təşkil eləməkdir, onların gəzintisi. Bəzən olur ki, bir yerə getmək, bir şeyi görmək istəyirəmsə, mən birinci düşünürəm ki, gedib bağça uşaqlarını bir yerdə gedək gəzək, bir yerdə bir piknika gedək, teatra gedirik, muzeylərə gedirik, gəzintilərimiz olur, fotosessiyalarımız olur. Zövq verir sizə, yəni Hə. gündəlik onlarla Bəli. olmaq belə başa düşürəm. Başqa cür işləmək mümkün olmayacaq. Əgər bu işlərdən zövq almayacaqsansa, bu işlər sənin həyatının mənası olmayacaqsa, orada işləmək mümkün olmayacaq. Tez bezəcəksən. Bu hal-hazırda son dövrlərdə tədris mərkəzləri, bağçaların sayı durmadan artır. Yaxşı haldır hər halda. Və belə deyək də təcrübəsiz insanlar da bu sahədə kifayət qədər çoxdur və onların təcrübəsizliyi də təbii ki, yəni gedir uşaqlara toxunur, yansıyır mütləq şəkildə. Yeni bağça açmaq istəyən, ümumiyyətlə bu işə yeni başlayan insanlara, xanımlara nə tövsiyəniz olardı bir uzun illərin təcrübəli bir pedaqoq olaraq? Öyrənsinlər hər şeyi, yəni nəyi necə oyuncağın alınmasından tutmuş, o otaqları, o mühiti yaratmağa qədər hər bir şeyi məsələn maraqlansınlar, bilsinlər. O biz bayaq dedik planlarını birinci özləri öyrənsin. Məsələn bilsinlər ki, bu burada belə olmalı, bu burada belə olmalı. Sonra öz işçi qəbul eləyəndə orada artıq işçinin qabağında bilməmiş kimi durmasınlar da. Yəni bir işçi mənə gəlib deyirsə ki, bu belə olmalıdır. Mən əgər bilirəmsə ki, bu belə olmamalıdır və bunun qaydası, qanunu fərqlidir. Ucu orada sözüm olsun deməyə də, yəni sözü olsun deməyə o təzə adamın. Yəni kim nə gəldi, necə gəldi deyəcəksə, bu bunu qəbul eləyəcəksə, orada məncə artıq peşəkarlıqdan söz ola bilməz. Təbii olaraq öyrənib illər keçdikcə peşəkar olacaq, amma ki öyrənməyə açıq olsun. Birinci işi öyrənsinlər, sonra başlasınlar qurmağa. Çünki uşaq mühiti ancaq yatmaq və yeməkdən ibarət deyil bağça. Mütləq şəkildə bunun işini bilmək lazımdır, mütləq şəkildə bunu öyrənmək lazımdır. Çünki təhlükəli bir işdir də. Burada uşaqlar var. Yəni hər bir şeyini bilmək lazımdır. Sadəcə rəhbərəm və idarə eləyəcəm məsələləri olmamalıdır. Sadəcə olaraq müdir olum, oturum müdürlüyüm, onunla iş getməyəcək. Çox sağ olun Aynur xanım, sizinlə söhbət xoşdur mənim üçün. Çox sağ olun. Dəyərli izləyicilərimiz, növbəti podkastlarımızda görüşək.